Salam dəyərli izləyicilər. Deməli sizə elə bir sistem qurmuşam ki, yəni elə bir plan sizə qurmuşam ki, bu planla siz ikinci şansda geri dönüş edərək 150-200 bal artım edə bilərsiniz və bu realdır. Bəziləri deyir ki, 20 bal, 30 bal artım eləsin böyük şeydir. Amma bu ümumiyyətlə imkansız deyə bir şey yoxdur. İkinci olaraq da müəyyən şərtləri nəzərə alsaq, 150 bal, 200 bal artım əlbəttə ki mümkündür. Yəni orada sizə lazım olan düzgün plan, düzgün strategiya, düzgün taktika, düzgün disiplin və həvəs lazımdır. Bunlar olandan sonra qalan hər şey, yəni kim nə deyir, o boş söhbət damısı, heç kimə qulaq asmayın. Maksimum dərəcədə diqqətinizi ikinci şansa verin. Mən sizə maksimum dəstək olacağam. Qrup linkini aşağı qoyuram. Oradan bütün PDF-ləri orada tapacaqsınız. Mən onsuz planı deyəndə vəsaitlərin adını deyəcəm hər birin. Yəni onların hər biri qrupumuzda olacaq. Mütləq şəkildə qrupa qoşulun. Kanala da qoşulun. Orada da motivasiya videoları falan paylaşıram. Yəni sizə maksimum dəstək olacağam. Bu müddət ərzində, bu bir ay ərzində bu planı əgər düzgün şəkildə etsəz, sizə garanti verirəm ki, siz 150-200 bal artıracaqsınız. Məsələn, 150 bal toplayan biri toplayacaq 250 bal və ya 200 bal toplayan biri 300-ə keçəcək və ya dirənəcək. Yəni özümüzə yormağa ehtiyac yoxdur. Düzgün sadəcə plan olsa, düzgün sistem olsa və o sistemə siz tabe olsaz, əlbəttə ki, nəticə qaçılmazdır. Yəni bir şey yadda saxlayın. Bir şeydə ki, sistem var. Yəni o şeydə uğur əlbəttə ki var. Sadəcə hər gün 1% daha yaxşı olmaq lazımdır. İnkişaf etmək üçün bundan başqa o tərəfə yəni bir proses yoxdur. Soruşurlar ki, ikinci şans necə düşür? İkinci şans əlbəttə ki, birincidən deyirlər ki, məsələn çətin olur. Xeyr, çətin falan olmur. Sadəcə ona görə çətin gəlir ki, bunlar düzgün planla işləmirlər. Bir gün oxuyurlar, bir gün oxumurlar, stabil oxumurlar ümumiyyətlə. Bunlarda bir sistem yoxdur. Bir gün test işləyirlər, bir gün işləmirlər. Səhvlər çıxır, onları analiz etmirlər. Yəni belə hallar olanda əlbəttə ki, sənin nəticən ya eyni qalacaq, ya 15-10 bal artacaq, ya da ki, heç ümumiyyətlə artmayacaq, əksinə azalacaq. Yəni bu qaçılmaz olacaq əgər düzgün şəkildə işləməsəz. Yenə dediyim kimi sistem vacibdir. Ən əsas nüans burada sistemdir. Sistemi də mən sizə indi dərhal izah edirəm. Vaxtınızı çox almayacağam. Video qısa olmalıdır. Video qısa olacaq ümumiyyətlə. Çayınızı, kofenizi falan hazırlayın. Keçək video. Deməli, ümumiyyətlə maksimal nəticə üçün bizə sistem lazımdır. Sistemli davranmaq lazımdır və bu üç şərt vacibdir. Sabit bir planı mən sizə quracağam bu videoda. Sərt və aqressiv bir plan olacaq. Buna dözməlisiniz əlbəttə ki, əgər yüksək nəticə istəyirsinizsə, buna dözəcəksiniz. Deyirlər ki, məsələn, mən oxuya bilmirəm, həvəsim yoxdur, motivasiyam yoxdur. Bunun həlli, dostlar, deməli bunun bir tək həlli var, o da telefonunuzda olan lazımsız proqramları dərhal silməyinizdir. Yəni bir ay səbr eləyin, bir aydan sonra yenə yüklərsiniz. Yəni ki, heç bir şey orada qaçmır. TikTok'a da bir aydan sonra baxacaqsınız, Instagram'a da bir aydan sonra baxacaqsınız, film də bir aydan sonra izləyərsiniz. Yəni bu bir ayı sadəcə tam sistemə tabe olmalısınız. Yəni bunun başqa çarəsi yoxdur. İkinci olaraq sizə disiplin, güclü disiplin lazımdır. Hər gün eyni vaxtda durmaq, hər gün eyni vaxtda yatmaq lazımdır. Əlbəttə ki, bu çətin olacaq, bilirəm. Ümumiyyətlə uğur üçün heç bir şey asan deyil. Heç bir uğur asanlıqla əldə olunmur. Bunu unutmayın. Hələ siz bir aya təsəvvürün nəticəni 2x qaldırmaq istəyirsiniz. Yəni bu biraz çoxlarına bu imkansız kimi gəlir. Niyə çoxlarına imkansız kimi gəlir? Çünki bu sistemə tabe ola bilmir, bu disiplini özlərinə götürə bilmirlər. Ona görə nəticə olmayanda əlbəttə ki, inanmırlar. Amma mən bunu garanti edirəm. Yəni çox görmüşəm ki, deyirəm də mən bunu, yəni ki, özümdən uydurmuram ki, düz deyilmi? Və üçüncü olaraq isə fokusdur. Yəni necə fokus? Plana həvəslə yanaşıb, əlbəttə ki, özünüzə inanmaq lazımdır. Plana həvəslə başlamaq lazımdır. Məsələn, səhər-səhər durdunuz, tutaq ki, 7-də. Yəni həvəslə də bir ayınız qalıb, həvəslə inanırsınız ki, balınızı 150 bal, 200 bal artıracaqsınız. Yəni əgər istədiyiniz ixtisasa qəbul olmaq istəyirsinizsə, bunu etməlisiniz. Yəni ümumiyyətlə həvəs yaranmalıdır. Stolunuzu rənglərlə bəzəyin və ya rəngli qələmlərdən istifadə edin. Bu beyni daha da həvəsləndirir. Yəni bu tip şeylərdən istifadə edin. Ümumiyyətlə diqqət dağınıqlığı problemini də aradan qaldırmaq lazımdır. Bunun üçün günəşdə gün ərzində gəzin, çoxlu idman edin və çoxlu su qəbul edin. Bir də telefondan çalışın ümumiyyətlə istifadə eləməyin. Yəni PDF-dən falan başqa telefonu ümumiyyətlə istifadə qəti şəkildə etməyin. Bir ay sadəcə bunu etməlisiniz. Bir aydan sonra nə qədər istəyirsiniz telefondan oynayarsınız. Deməli, bu üçün dedikdən sonra keçirik plana, əsas məqama gəldik.
planı sizə təqdim edirəm. Burada vəziyyət nədir? Keçən dəfəki videona elə bilərsiniz eynidir. Xeyr, eyni deyil. Sadəcə burada bəzi şeylər fərqləndirilib və daha professional şəkildə yığılıb. Diqqətlə qulaq asın. Deməli, sistemli planın ardıcılığı əvvəlcə sınaq, sonra sınağın analizi və sonra həmin səhv çıxan mövzuların təkrarı. Biraz sadə kimi görünür. İndi deyəcəksiniz bu video, yəni onsuz mən bilirdim də bunu niyə məsələn çəksən. Xeyr, bu elə deyil. Siz sadə görünsə də burada xırdalıqlar çoxdur. Mütləq şeydə diqqətlə qulaq asın. Ümumiyyətlə bu üç ardıcılığa riayət olunsa, nəticə qaçılmazdır. Yəni bu qarantiyalı bir şeydir. Sınaq prosesi. Sınaq prosesi necə olacaq? Siz sınağı gedib elə oradan buradan işləmirsiniz. Əlbəttə ki, DİMİN qəbulları ilk öncə. İndi əgər bitirənlər varsa DİMİN qəbulları. Ümumiyyətlə DİMİN qəbulları birinci yerdə durur. Yəni ən əsas bunu bitirməlisiniz. 2010-cu ildən başlayaraq 2026-ya qədər mütləq şəkildə hər birini işləyin. Amma mənə elə gəlir onları çoxusu artıq bitirib. Bitirməyənlər əlbəttə ki bitirsin mütləq şəkildə. Sonra ikinci olaraq OTK sınaqlar. OTK olan son sınaqların yaza bilərsiniz. Son sınaqlarını yaza bilərsiniz. DİMİN 20 sınaqların mütləq şəkildə yazmalısınız. Əlbəttə ki, onlar bitəndən sonra da, yəni ki, əsas olaraq qəbullardır, ikinci OTK sınaqlarıdır, üçüncü də DİM 20 sınaq. Yəni, lap istəsəz paralel şəkildə də apara bilərsiniz. Məsələn, bir gün bunu, digər gün bunu, məsələn, edə bilərsiniz, oradan buradan. Yəni, belə də olar, problem deyil. Ondan sonra da model suallar, abituriyent jurnalındakı model sualları mütləq şəkildə etməlisiniz. Əsas bunları edəndən sonra, əlbəttə ki, bilirəm ki, çoxunuz bunu edibsiz və ya edirsiniz. Bundan əlavə kurs sınaqları, güvən olsun, araz olsun, kasp olsun, bunların sınaqlarını yaza bilərsiniz. Əlbəttə ki, o da ən axırıncı variant olaraq onu yaza bilərsiniz. Amma ilk öncə, əlbəttə ki, DİM qəbullar başda olmaqla OTK sınaqları, model suallar, DİM 20 sınaq bitməlidir. Ondan sonra ən axırıncı variant olaraq kurs sınaqlarına keçə bilərsiniz. Yəni burada çox çətin bir şey yoxdur. Hər 2 gündən bir bu periodu təkrarlayacaqsınız. Yəni necə? Məsələn, bu gün tutaq ki, 2015 qəbul yazırsınız. 2 gündən sonra o səhvlər üzərində işləyirsiniz 2 gün ərzində. O 2 gündən sonra isə yeni bir period başladırsınız və yenidən 2016 məsələn qəbul yazırsınız. Bu şəkildə davam edirsiniz. İnanın mənə, bu şəkildə davam eləsəz, siz partlayış nəticə əldə edəcəksiniz. Yəni garantidir bu. Şübhəsiz ki, bu olacaq. Qrupda nəticələr yavaş-yavaş gəlməyə başlayır. Mənim verdiyim plana uyğun davrananlar həqiqətən artım edib və bunu özləri yazırlar. Əlbəttə ki, çox adam yazmır, buna səbəb çoxları etməyib və ya zəif edib. Hətta zəif etsələr belə, görürəm ki, həqiqətən artım var. İndi gör, indi bunu ümumiyyətlə güclü etsələr, nə olar? Əlbəttə ki, partlayış nəticə baş verər, 150 bal, 200 bal artır. Yəni, bunu mən özümdən demirəm. Hər biri analiz nəticəsində yığılıb, hər biri konkret, garanti verilib. Sizdən sadəcə bu planı etmək düşür. Deməli, 3 saatlıq vaxt qoyub, çalışın vaxt qoyaraq yazın həmin sınaqları. Əlbəttə ki, bunu yazandan sonra, məsələn, 3 saatlıq vaxt qoydunuz, 3 saat ərzində bir sınaq yazdınız. Sınaq yazandan sonra səhvlərin dərin analizi və qeydi lazımdır sizə. Bu necə edirsiniz? Səhvləri maksimum anlamaq. Yəni, bu nə deməkdir? Sınaq yazdınız, tutaq ki, məsələn, funksiyada səhv çıxdı. O həmin sualı mütləq şəkildə, tam şəkildə başa düşürsünüz. Başdan sonra da heç vaxt etmirsiniz və həmin səhvi PDF Maker'da və ya WhatsApp'da öz nömrənizə göndərirsiniz, orada qalır. Yəni ora topalayırsınız. Ümumiyyətlə bütün səhvləri orada yığırsınız. Sadəcə sınaqda yox, indi vəsaitdə də deyəcəm, onlarda da mütləq şəkildə yığın. Səhvləri bir yerə toplayandan sonra hər həftənin sonu o səhvlərə mütləq şəkildə baxırsınız. Yəni o yığdığınız sualları mütləq şəkildə hər həftənin sonu açıb onu təkrar şəkildə işləməlisiniz. Lap 100 sual olsun, 200 sual olsun, fərqi yoxdur, onu işləyəcəksiniz. Yəni bu qaçılmazdır. Ən əsas effektiv metod burada 50% dərəcə ilə bunun özü təşkil edir. Bundan əlavə səhvləri anladınız, izahına falan baxdınız. Çox gözəl yığdınız bir yerə və salam. Həmin səhvlərdə, məsələn, tutaq ki, funksiyada səhv çıxdı, məsələn, trigonometriyada səhv çıxdı. Gedirsiniz funksiyada, deməli, 3 dənə əsas vəsaiti işləyirsiniz, daha doğrusu 2 dənə. Bu 2 dənə hansıdır? Toplu dim seçmə, yeni toplunun, məsələn, tutaq ki, funksiyalarda səhvini çıxdısa, gedib funksiyaları orada seçib yazırsınız. Da hər birini yazmaya ehtiyac yoxdur. Orada məsələn 50 dənə sual seçib yazırsınız və salam. Yəni burada çətin bir şey yoxdur. Çalışın çox asanların yazmayın. Yəni yazmaya ehtiyac yoxdur. Yəni siz orada artıq başa düşəcəksiniz ki, hansıları yazmağa ehtiyac yoxdur. Onu anlayacaqsınız. Çalışın bir də ətrafları yazın hər birin. Bir də dediyim kimi seçib yazacaqsınız. Orada option götürsük, 50 dənə sual eləyəcək. 50 dənə sual oradan yazın. Bir də güvən B variantın həmin səhv çıxan mövzunu yazın.
bütün səhv çıxan mövzulara bunu tətbiq etməlisiniz. Yəni burada bir səhv, yəni effektiv ölür, effekt ölür avtomatik. Güvən B variantında yazandan sonra deməli sizə vəsaitlər deyəcəm. Bu vəsaitlər hansılardır? Hər bir fənn üzrə. Deməli vəsaitlərimiz bunlardır. Əlavə vəsait olaraq riyaziyyatdan tutaq ki, topludan yazdınız, güvəndən yazdınız funksiyanı, keçirsiniz riyaziyyatdan MHM-i orada da seçib yazmalısınız. Orada elə biləm çox sual yoxdur. Çalışın hərəsindən 50-50 yazın və ya məsələn tutaq ki, topludan 50-dən yazın, güvən B variantından 30-dan da yazsaz, ümumi çalışın 100 sualı keçin. Yəni əsas odur, bir mövzu üzrə ümumi 100 sualı keçəsiniz. Yəni bunu etsəz həqiqətən super olacaq. İmkan daxilində sual sayını artırın. Yəni 100 sual, 120 sual gündəlik həll edin. Yəni bu çox effektiv olacaq. Əlbəttə ki, hər mövzuya bu, hər çıxan səhvə aid edirsiniz bunu. Bundan əlavə deməli, riyaziyyatdan MHM, fizikadan mücrünü yazın. Toplu güvəndən əlavə olaraq mücrünü yazın. Biologiyadan time yazın əlavə olaraq. Kimyadan Landau'nu yazın. İnformatikadan mücrünü, tarixdən Xəyal Əhmədini. Bunların hər birini onsuz da mən qrupa göndərəcəm. PDF şəklində mütləq şeydə qoşulun. Qrupda olun. Coğrafiyadan Vüsal Eybatov, ədəbiyyatdan MHM, Azərbaycan dilindən Erem və Natiq Vahidovu yazın. Ya Erem ya Natiq Vahidovu mütləq şeydə yazın. Deməli, bunların hər birini dedik. Bunları bir yerə qeyd edin, planı hazır edin axşama. Çünki çox güman sabah başlayarsınız da. Yəni belə olan halda. Videoya baxan kimi dərhal da başlasınız olar. Çünki vaxtımız çox az qalıb. Bizim orada 30 gün vaxtımız var. 30-u da vuranda 2-yə. Biz 60 ədəd rahat sınaq işləyə bilərik. 60 ədəd rahat sınaq işləyə bilərik. Yəni sınaq çox işləməyin də əslində mənası yoxdur. Çünki orada çox mövzu çıxır. Səhv, məsələn, çox adamda yəqin ki, səhvlər olacaq. Fərqli mövzulardan səhvlər olacaq. Məsələn, çoxluqdan gedib yazacaqsınız onu, mərhələsindən 100-dən. Yəni bu biraz vaxtımızı alacaq. Bu biraz sərt plandır, başa düşürəm, amma əgər dözsəz, yəni super effekti var. Yəni mən bu garantiddə, yəni ki, mən çox adamda artıq bu öz nəticəsini, öz bəhrəsini göstərir. Deməli, yekunlaşdırırıq. Yekun olaraq vəziyyət nə yerdədir? Ümumi sistem belədir. 7 saatlıq yuxu lazımdır sizə. Yəni çalışın 12-də yatın, 7-də durun. Ümumiyyətlə çalışın məşğələləri falan saxlayın. Məktəbi falan, onsuz da məktəb bitib də, yəni. Onsuz məktəb bitib. Çalışın hazırlıqları da saxlayın. Yəni ki, orada hazırlığa sizə niyə gedə bilərsiniz ki? Sınaq onsuz da evdə özünüz yazacaqsınız da. Əgər mövzular bitibsə, sizin hazırlığa getməniz ümumiyyətlə mənası yoxdur. Sınağa görə əlbəttə gedə bilərsiniz. Deməli, 7-də çalışın, qalxın. Qalxan kimi su qəbul edin, çoxlu su qəbul edin, idmanınızı da edin, təmiz havada gəzin. Sonra 3 saatlıq vaxt quraraq sınağa başlayın. Yəni əsas sınağa başlayın. Əlbəttə ki, onu bitirəndən sonra da dediyim şeylər dərhal sınağa başlamaq 2 gündən bir. Səhvləri analiz edib yığmaq vacibdir bu. Səhvləri WhatsApp-da öz nömrənizə göndərə bilərsiniz və ya PDF Maker deyə bir proqram var, onu quraşdırıb orada səhvləri şəkil formasında yığa bilərsiniz. Bir də son olaraq səhv çıxan mövzuları sıradan çıxarırsınız. Dediyim bu qaydalara əməl edəsəz, yəni siz rekord nəticə əldə edəcəksiniz. Yəni bu edə bilərsiniz demirəm, edəcəksiniz deyirəm. Yəni mən yəni bunu sizə garanti vermişəm, effektini də görmüşəm. Deməli bu belə. Video uzun oldu. Dedik qısa olacaq, amma uzun oldu. Eybi yox. Bir də bu video digər videodan fərqli olmadı əslində çox. Amma həm də əlavə motivasiya olsun deyə video formasında bunu sizə təqdim etdim. Ümid edirəm ki, ikinci şansa maksimum diqqətli olacaqsınız, maksimum çalışacaqsınız və finalı gətirəcəksiniz. Uğurlar hər kəsə.